Və sırada çox maraqlı, önəmli bir xəbərlə davam edəcəyik. Sərmayə üçün alınan mənzillər. Bilirsiniz, baxırsan, yeni tikilən binadır. Hərəsində 2-3 dənə işıq yanır. Amma soruşursan, deyirlər ki, burada bir ev yoxdur, hamısı satılıb. Bəli, buradan ev ala bilməzsiniz. Çünki bütün evlərin artıq sahibi var. Bəs bu cür, bu yatırım məqsədi ilə alınan evlər ümumiyyətlə ev qiymətlərinə necə təsir edir? Qiymət artımına səbəb olurmu? Cəmaət daha çox daşınmaz əmlaka yatırım edir. Biznesə yatırım etmirlər. Bu da evlərin qiymətini artırır. Əslində o da biznesin bir növü də artıq indiki dövrdə. Bəli, gözləyirlər ki, evin qiyməti onsuz da bahalaşacaq. Həm də kirayə verir, pulunu qazanır da. Hətta bəzən kirayə də çox baha olduğuna görə sadəcə saxlayırlar ki, qiyməti artanda daha yaxşı qiymətə sataram. Bununla bağlı bizim ilkinin maraqlı bir araşdırması var, izləyək. Evlər tikilir, satılır. Evdə nə işıq yanır, nə də səs gəlir. Boş mənzillər sadəcə yatırım üçün alınaraq saxlanılır ki, bu da bir müddətdən sonra evlərin qiymətində artıma səbəb olur. Sərmayəçilərin daşınmaz əmlak bazarına müdaxilə etsək, gələcəkdə qiymətlərin şişməsinə səbəb ola bilər? Bir nəfər əmlakı alır və başqa bir adama satmaq üçün onu bazara çıxarır və ikinci də onu o məqsədlə alır ki, kiməsə başqasını satsın. Belə olanda artıq bu əmlak köpüyü yaradır. Çünki bunun məqsədi burada həmin o əmlakda, həmin o evdə yaşamaq, mənzildə yaşamaq deyil, kiməsə başqa adama satmaqdır, daha çox pul qazanmaqdır, gəlir əldə eləməkdir. Bir növ pasiv gəlir mənbəyidir bu. Biz də düşünürük ki, heç vaxt bizim qiymətlərimiz aşağı düşməyəcək. Niyə? 30 ildir düşmür. Amma bu o demək 30 ildir nəsə düşmürsə o demək deyil ki, bu bir də düşməyəcək və s. Bunlar keçmişə baxmaq lazım deyil, real iqtisadi vəziyyətlərə baxmaq lazımdır. Keçmişdə daşınmaz əmlak daha çox şəxsi istifadə üçün alınıb satılırdı. Bugün isə bu bir sərmayə vasitəsinə çevrilib. Bu isə tək əmlak bazarında qiymətlərin yüksəlməsinə səbəb olmur. Eyni zamanda iqtisadiyyatın digər sahələrinə də əhəmiyyətli təsir göstərir. Əlində maddi sərmayəsi olan insanların bu sərmayəni əlində pul kimi saxlamamaq, daşınmaz əmlaka yönəlmək məsələsidir. Yəni, insanlar əlində pul kimi saxlamırlar, daşınmaz əmlaka verirlər, mülk günü-gündən qiymət qalxır. Bugün 5 manata aldıqları daşınmaz əmlakı sabah 1 ildən, 2 ildən sonra daha baha sata bilərlər deyə. Yəni, ən rahat yolu bugün hansı birimizdən soruşsaq, əlimizdə bir müəyyən bir məbləğ varsa, ağlımıza ilk gələn daşınmaz əmlak alıb, orada saxlamaqdır. Bu qeyri-mümkündür ki, bunun qarşısını ala. Mütəxəssislərin fikrincə, bəzi investorlar daşınmaz əmlak alqı-satqısında qiymətlərin süni şəkildə yüksəlməsi səbəb olan strategiyalar tətbiq edirlər. Bunun nəticəsində isə real alıcılar və kirayəçilər üçün sözügedən bazarda balansızlıq yaranır. Tikilən binalarda və yaxud köhnə çox mənzilli yaşayış binalarındakı mənzillərdə əvvəlki illərdə dəyərindən qismən aşağı qiymətə mənzillər satışa çıxan zaman alıcılar tərəfindən bu mənzillər alına bilirdisə, hazırki vəziyyətdə investorların sayı həddindən çox olduğuna görə əmlak bazarında, bazar dəyərində və yaxud bazar dəyərindən qismən aşağı satışa çıxan mənzillər investorlar tərəfindən alınaraq daha baha qiymətlərə satışa çıxarılır. Bu da təbii ki, öz-özlüyündə əmlak bazarında süni qiymət artımına gətirib çıxarır. Boş qalan evlər dolu problemlər yaradır. Əgər şəhərdə hər kəsin evi olmasını istəyiriksə, təbii ki, biz bu evlərə sərmayə kimi yox, yaşayış yeri kimi baxmalıyıq. Bu qədər evsiz insan və bu qədər çox satılan evlər. İçində də yaşayış yox. Hamısı sərmayə, yatırım məqsədi ilə alınıb. Və bu da evlərin qiymətinin süni şəkildə bahalaşmasına gətirib çıxarır bir tərəfdən. Çünki faktiki olaraq bazarda elə bir tələbatı yüksəldirlər. Yəni evlər alınır, sahibkar görür ki, evlər satılır. Ona görə də ucuz vermək fikri yoxdur. Digər ev satanlar da bazar qiymətini görürlər ki, evlər baha gedir. Mən niyə ucuz satım ki? Beləcə, belə deyək, ev olanların bir çox evi olur, ev olmayanlar ümumiyyətlə ev ala bilmirlər.